oyun qutarır uşaqlar, gedə bilərsiniz. Salam, hər vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Bugün Gol TV-də AFFA U13 Liqası 1-ci turun görüşünü sizlərə təqdim edirik. Azərbaycan Qartalları, Neftçi bugün üz-üzə gəlirlər. Hər iki komandaya bir daha uğurlar arzu edirik. Komandaların heyətlərini sizə təqdim edirəm. İlk növbədə qonaq komanda Neftçidən başlayır. Qapıda 99 Fərid Şıxiyev, 4 Riyad Cavadov, 5 Muhammed Əli Abdullazadə, 6 Hüseyin Ağayev, 10 Emin Kazımov, 11 Bəxtiyar Bayramlı, 22 Elay Kəlbiyev, 23 Rəsul Abuzov, 66 Məhəmməd Vəlizadə. Komandanın baş məşqçisi Rəşad Məmmədovdur. İndi isə Azərbaycan Qartalları. Qapıda 1 Qurban Məmmədov, 2 Timur Ağayev, 4 Sabutay İsmayıllı, 6 Turan Cəfərli, 10 Kapitan Kanöz, 11 Rəsul Əliyev, 15 Səccad Dadaşlı, 20 Adil Məmmədov, 27 Rəfail Ayvazlı. Baş məşqçi komandanın məşqçisi Anar Qasımovdur. İnanırıq ki, bugün hər iki komanda gözəl oyunla azarkeşlərini sevindirəcək. Digər futbolçularla sizi tanış edirəm. Onlar da hər an oyuna daxil ola bilərlər. İndi kana qarşı qayda pozulur. Təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq imkanı qazanıb Azərbaycan Qartalları. Komandanın heyətində təhlükəli, təcrübəli futbolçular çoxdur. Bu məsafələrdən birbaşa qapıya zərbə vurmağa malikdirlər. Bunlardan biri də Kapitan Kanözdür. Topa yaxınlaşacaq, görək. Və hakim bildirir ki, topu bir qədər geridən oyuna daxil etmək lazımdır. Kan topa yaxınlaşır. Qapı istiqamətinə zərbə və top qapının üstündən keçir. Gözəl zərbə idi. Hakimlər isə təqdim etmədim Anar Fərracov və Knyaz Əmiraslanov. Onlara da bugünkü görüşdə uğurlar arzu edirik. Fərid topu oyuna daxil edir. Digər futbolçular Azərbaycan Qartallarında 12 Əli Yarməmmədov, 3 Ramin Bayramov, Ağayev out atışını yerinə yetirəcək. Ağayev və indi bəli hakim qayda pozuntusu qeydə alır. Hüseyin Ağayev, 7 Bürhan Əliyev, 9 İsmail Bayramzadə, 19 Fərhad Balacızadə, 77 Cəbrail Namazov, 23 Elmir Özçelik, 29 Hüseyin Musayev top oyuna daxil edilir və heç kim topa toxunuş edə bilmir. Təhlükəli bir ötürmə idi. Riyad Cavadov out atışını yerinə yetirəcək. Bəxtiyar topladı, bir rəqibini keçdi. Bəxtiyar ötürmə, bəli, oyundan kənar vəziyyət qeydə alınır bu epizodda. Azərbaycan Qartallarında qapını 12 nömrəli qapçı Əli Yarməmmədov qoruyur. Start heyətdə Qurban Məmmədovu qeyd etmişdik. İrəliyə doğru daha bir ötürmə. Neftçinin digər futbolçularını sizə təqdim edin. 1 Əli Nəcəfli qapçıdır, 15 İbrahim Niyazov, 14 Əli Ələskərov, 20 Mustafa Vəlizadə, 9 Fərid Cəlilzadə. İndi qapıdan top oyuna daxil edilir. Timur Ağayev indi ani bir diqqətsizlik. Qapı istiqamətinə zərbə. Neftçi topu 11-ci dəqiqədə qapıdan keçirir. 10 nömrə Emin Kazımov bu səhvi, bu hədiyyəni bağışlamır. Ani bir diqqətsizlik baş verdi. Bu qolla Neftçi komandası 1-0 hesabı ilə önə keçdi. Riyad sol ayağı ilə qüvvətli zərbələr var. Ağayev top qaydı. Daha bir zərbə, qapçı Əli yaxşı oynayır. Hücum davam. Ağayevdən daha bir zərbə, top qapı dirəndəyərək qaydı. Qarışıq bir vəziyyət var. Əli Yarməmmədov topu qüvvətli zərbə ilə irəli vurur. Yenidən Ağayev qarşıdır. Biz Hüseyni artıq meydanın istənilən nöqtəsində görə bilirik. Əli topu irəli vurur. Bəxtiyar içəriyə qapçı.
Əli topu dərhal oyuna daxil edir. Turan. Ağayev. Turan yerdə mübarizə aparır. İrəliyə doğru ötürmə. Kan. Kapitan. İrəliyə daha bir ötürmə Ağayev istiqamətinə. Səccad. Keçdi rəqibini. Kanla oynayır Turan. Azərbaycan qartalları bu dəfə təhlükəli görməyə çalışır. Səccad topa yetişə biləcək mi? Bəli, out. Hakim bəlində Turan Cəfərli hakimə öz etirazlarını bildirir az öncəki epizoda görə. Out atışını Kaan içəriyə, qapıya zərbə yox olmadı. Çox təhlükəli gəldi. Azərbaycan qartalları kapitan. Daha bir cərimə zərbəsini kapitan Kan yerinə yetirəcək. Az öncə gözəl zərbə ilə Gol TV'də dekabr ayının ən gözəl qollarından birini vura bilərdi. Kan topa yaxınlaşır, amma Ağayev. Gol TV'nin iştirak etdiyi oyunlara Kanın 4 qolu var. İçəriyə ötürmə yox. Fərid topu oyuna daxil edəcək. İrəliyə. Məhəmməd Vəlizadə. Hazır 66 nömrə Elay ilə oynayır. Elay. İrəliyə ötürmə və yoxdur. Bəli, oyundan kənarı vəziyyət. Emin Kazımov. Və beləliklə hörmətli futbol azarkeşləri ilk hissə başa çatır, qısa fasiləyə ayrılırıq. Bir daha vaxtınız xeyirli olsun hörmətli futbol azarkeşləri, artıq ikinci hissə başladı. Azərbaycan qartalları Neftçi görüşündə hələ ki Neftçinin 1-0 üstünlüyü davam edir. Emin Kazımovun vurduğu gol hələ ki oyunda yeganədir. İnanırıq ki ikinci hissədə hər iki komanda daha gözəl qapı istiqamətinə zərbə qapçı. Daha gözəl oyunla yadda qalacaq. Geri götürmə Emin Kazımov az qala rəqibdən topu uğurlamağı bacaracaq. Kan geriyə. Hörmətli futbol azarkeşləri, bugün Gol TV'də U13 liqasının daha 2 oyunu sizlərə təqdim olundu. Bu oyundan əvvəl Sumqayıt Ulduz tərəflər bir qolla, bir xalla meydandan ayrıldılar. Ondan əvvəl isə Qarabağ Zirənin qapısından 3 cavabsız top keçirmişdi. Zirvə dostluq oyununda Zirvə qələbə qazandı. Səhv etmirəmsə həmin onun 2-0 hesabı ilə Bəxtiyar Çərdiyə qapıya zərbə. Məhəmməd Vəlizadə topu qapının yanından vurur. Təhlükəli zərbə idi. Maqa özü də inana bilmir ki bu top necə oldu ki qapıdan keçmədi. Adil Məmmədov topu oyuna outdan daxil etməlidir. Bir qədər irəli gəlir. Mərkəzdə oynayır Rafael. Yenidən Rafael. Bəxtiyar hücumun cinahını dəyişir. Adil qapıya zərbə. İkinci qol vurulu Adil Şabanov. Az öncə ehtiyat oyuncular skamyasındaydı. Bu dəfə isə rəqib komandanın qapısına qol vurur. Bəxtiyardan gəlir məhsullar. Ötürmə. Neftçi üstünlüyü bir qədər də artırır. Vurulan qolun təkrarı bizlərə bir daha təqdim olunur. Bəxtiyar, Timur Ağayev onun qarşısında sürət hesabına Timuru keçdi və sol ayağı ilə uzaq küncə dəqiq zərbə indirdi. Fərid artıq hər iki komandanın heyətində bir sıra oyuncu dəyişiklikləri baş verib. Adil Bəxtiyarla oynayır. Ötürmə yox, qarışıq bir Bəxtiyar zərbə, top qapı dirəyindən qayıdır, amma oyundan kənar vəziyyətdə idi Məhəmməd Vəlizadə. Outdan Muhammed Əli top oyuna daxil etdi.
Elxan Mehdizadə də artıq oyundadır. Neftçinin 8 nömrəli oyuncusu. İrəliyə doğru daha bir ötürmən Rəsul sürət yığdı, amma 23 nömrəli futbolcu. Rəsul hücumun daha təhlükəli olmasına imkanı vermir. İkinciden zərbə ilə Azərbaycan qartalları topu oyuna daxil etməlidir. Onlara bu dəqiqələrdə bir gol lazımdır. Bəli, ikinciden zərbə. Adil Məmmədov topa yaxınlaşır. Adildən içəriyə doğru ötürmə, topa heç kim toxuna bilmir. Neftçi komandasının heyətində qapıcı dəyişikliyi baş verdi. Fərid Şıxiyev meydanı tərk etdi. 1 nömrə Əli Nəcəfli oyuna daxil oldu. Artıq o isinmə hərəkətlərinə də başladı. İndi Kan öz cərimə zərbəsini yerinə yetirəcək. Mustafa Vəlizadə də artıq oyundadır. Canlı səthdə onu görürük. İbrahim Niyazov hər ikisi canlı səthədir. Kan içəriyə yox. Alınmır. Bu cür nöqtədən rekordun qapısına səhv etməmişsə qol vurmuşdu. Yox, üzr istəyirəm, zirvə ilə oyunda fərqlənmişdi. İndi xatırladım. 2-yə 3-dür. İsmail Bayramzadə oyundadır. 5 nömrə. İrəliyə. 9 nömrəli oyuncudur İsmail. Fuad. Kapitan. Sarıqsı artıq Adil Şabanovdadır. Mustafa'dan irəliyə ötürmə. Turan topu uzaqlaşdırır. Azərbaycan qartalları indi hesab buraxılan qollardan bir nəvədən çıxmaq olur. Qapıya yox. Alınmır. Fərhad istədiyi zərbəni indirə bilmir. Daha həyəcanlı görüş izləyə bilərik oyunun sonlarına doğru. İbrahim solla oynuyor. Elxan. Və ona qarşı yox, hakim davam işarəsi verir. Kaan uzaqdan yoxlayır. Qapı istiqamətinə top meydana tərk edir. İkinciden zərbə ilə. Qartallar Turan Cəfərli topu oyuna daxil edəcək. Artıq görüşün də sonlarına doğru gedirik. Turan içəriyə doğru qapı zərbə alınmır. İsmail. Və beləliklə hörmətli futbol azarkeşləri görüş başa çatdı. Hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm. Amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Azərbaycan qartallarında 6 nömrə Turan Cəfərli, oyunun ulduzu isə Neftçinin 6 nömrəli futbolçusu Hüseyin Ağayev. Bugün meydanda döyüşkənliyi ilə yadda qaldı. Rəqibin hücumlarının qarşısını kəsdi. Və beləliklə Hüseyin Ağayev Gol TV'nin təşkil etdiyi FIFA 2026 turnirinə vəsiqəni təmin etdi. Sağ olun, sağlam olun.